Paket Kupçalı Xırdalanın gözəl bir ərazisində avtobus dayanacağı ilə 10 metr məsafəsində. Baxın, texpasport, baxın görürsünüz texpasportu. Çıxarışı əldə olan, çox təcili şəkildə evdən heç bir əşya çıxmamaq şərti ilə 2 mərtəbə, 4 otaq, həyətinə kifayət qədər geniş, avtomobil rahat daxil olan həyət evini təqdim edirəm. Xırdalanda əla bir ünvandadır. Ünvanı sizə açıqlayım. Məktəbə, avtobus dayanacağına çox yaxın bir ərazidə. Çox adam bu ərazidən ev axtarır. Bu da gəldi. 7 saylı məktəbə yaxın bir ünvanda. Video daxilinə bir daha deyirəm. Nə görürsə, əşyalar hamısı qalır. Əmlak sahibi təcili şəkildə satdığına görə bütün avadanlıqların heç nəyin götürmür. Çünki təcili satışdır bu. Videonun alt hissəsində qiymətini qeyd edəcəm. Zəhmət olmasa bir belə təqdim edin. Baxın, görürsünüz. Belə bir səliqəli, geniş ölçüyə malik olan qonaq otağımızdır. Həqiqətən də möhtəşəmdir. Tam təmirlidir. Yəni rahatlıqla alıb köçüb yaşaya bilərsiniz. Bütün avadanlıqlar, kondisiyerindən tutmuş stoluna qədər, divanına qədər, televizoruna qədər hamısı qalacaq. Videonun sonunda həyətin sizə qısa bir formatda göstərəcəm. Baxın, daxil olarkən evimizdə koridor sistemidir. Koridordan daxil olaraq evimizin içərisinə bizi qarşılayır. Sağ əl istiqamətində ikinci mərtəbəyə çıxış pilləkən. Solda qarşılayır pirxorjimiz. Paltar asmaq üçün. Pilləkənin alt hissəsi, pilləkən betondandır. Pilləkənin alt hissəsi artıq veşlər yığmaq üçün depodur. Solda qonaq otağını təqdim elədim. İrəlidə ümumi sanuzelimizi birinci mərtəbədə. Hər iki mərtəbədə var. İstilik sistemi kombi. Mətbəxti də gözəldir. Dəyərli izləyicilər, gəlin bu evin üstün cəhətlərindən birini sizlərə açıqlayım. Ən böyük üstün cəhəti bilirsiniz nədir? Deməli, hər otağın özünə məxsus pəncərəsi var, təbii ki. Bütün pəncərələrinin qarşısı tam açıqdır. Heç bir maneə yoxdur. Bir daha deyirəm, bütün pəncərələrin qarşısı tam açıqdır. Heç bir maneə yoxdur. Həyət evində çox gözəl üstünlükdür. Mətbəxdə də kifayət qədər genişdir. Mətbəxdə gördüyünüz kimi böyük divan, stol qoyublar oturmaq üçün. Çox əladır həqiqətən də. Bugünkü gündə bazar qiymətindən də çox aşağı bir qiymətə təklif olunur. Real alıcılarla danışıq yeri var. Ətraflı məlumat üçün mobil nömrələrimizi qeyd edirəm. Çıxaq ikinci mərtəbəyə. İkinci mərtəbəsi qeyd etdiyim kimi pilləkən betondan inşa edilib. Tam hazır vəziyyətdədir. Bütün avadanlıqları, istər yataq otaqları, istər mebellərin hamısı qalacaq evimizin içərisində. Yəni rahatlıqla bir qəpik xərc tələb etmədən alıb köçüb yaşaya bilər. İkinci mərtəbə üçün görürsünüz kondisioner, böyük bir kondisioner qoyulub ki, bütün otaqlar yayda sərin olsun. Sağda ümumi sanuzeldir. Solda böyük yataq otağımızdır. Görürsünüz, səliqəli, geniş ölçüyə malik, tam təmirli yataq otağımız. Kupça da paketdir. Evində kupçası var, torpağın da kupçası var. Rəsmi olaraq hər bir sənəti tam qaydasındadır. Ürəyiniz istəyən yerdə yoxlatdıra bilərsiniz. Burada yerləşir geniş yataq otağı, uşaqlar üçün nəzərdə tutulub. Kifayət qədər ölçüsü geniş, tam təmirlidir. Burada yerləşir, dəyərli dostlar, növbəti 4-cü otağımız və eyvana çıxışdır. Əmlak sahibi eyvanda olduğuna görə təqdim eləyə bilmirəm. Sizlərə bir daha təqdimat edeyim. Xırdalan şəhərində avtobus dayanacağının tam yaxınlığında 7 saylı orta məktəbə yaxın bir ünvanda. Bütün avadanlıqlar da bir yerdə evimi çıxıb satışa. Gedirik indi evin həyətini təqdim eləməyə. Bizim evimizin çöl görkəmidir. Kifayət qədər geniş həyət alanımız var. Rahatlıqla avtomobil daxil olur və əlavə olaraq da həyətdə stol qoyub əyləşmək mümkündür. Əlavə olaraq 1 tonluq su ehtiyat bakıdır, gördüyünüz kimi. Su daimdir, yəni su kəsilmir qəti şəkildə. Əmlak sahibi amma 1 tonluq ehtiyat su bakı qoyub. Yerdən gördüyünüz kimi 5 daş kürsülüdür, doldurublar, həyət qalxıb. Burada artıq veşlər yığmaq üçün skladdır. Belə. Həyətdə də üzüm çiçəğidir, nə bilim gül çiçəklərdir, belə bir şey həyətimiz var. Dəyərli dostlar, diqqətinizə görə, vaxtınızı bizə ayırdığınıza görə təşəkkür.